Salam əziz dinləyicilər. Bugün sizə il hesabı mövzusunu izah edəcəyəm. İl hesabı nədir? Zamanın ölçülməsi və illərin sayılması üçün işlədilən təqvim sistemidir. Başqa sözlə, müəyyən bir hadisədən başqa illərin ardıcıl sayılması hesablanmasıdır. Məsələn, miladi təqvimdə illər Hazreti İsa Peyğəmbərin doğumundan hesablanır. Bu hadisə eramızın başlanğıcı sayılır. Hicri təqvimdə illər isə Məhəmməd Peyğəmbərin Məkkədən Mədinəyə hicrətindən hesablanır. 622-ci ildə baş vermişdi hadisə. Müşriklərdə Məhəmməd Peyğəmbər Mədinəyə qaçmışdır və 630-cu ildə Mədinədən Məkkəyə gələrək Ərəb dövlətini yaratmışdır. Qədim Yunanlarda illər Olimpiya oyunlarının keçirilməsi tarixindən başlanır. Qədim Romalılar isə Roma şəhərinin salınmasından, Azərbaycanda isə Azərbaycan qədim dövrlərdə bəzən şahların hakimiyyətə çıxmasından hesablanırdı. Biz il hesabını, Həzrəti İsa'nın anadan olmasının mövluduna qədər il hesabını bizim eradan əvvəl adlandıracağıq. İl hesabı bizim eradan əvvəl qərb tərəfə 509-cu ildən 509-cu ildə 1-ci ilə kimi eradan əvvəl adlanır. Mənfi rəqəm kimi götürə bilərik. Bizim el isə müsbət tərəfə, sağ tərəfə qədər davam etmişdir. 1-ci ildən 2025-ci ilə qədər bu artıq bizim era sayılır. Bizim era bəzən miladdan sonra, eradan sonra da adlandırırlar. İl hesabını necə başa düşə bilərik? İl hesabını 2025-ci ildə doğulmuş uşaq 2025-ci ildə neçə yaşında ola bilər? 2025-ci ildən çıxaraq 2005-ci il 20 il. Roma şəhəri yaranmasından neçə il sonra Respublika quruluşu meydana gəlmişdir. Bunun üçün biz 753-cü ildən 509-cu ilə çıxdıqda Respublika quruluşu dəqiq ilə almış oluruq. Bunun üçün isə belə yazırıq. 753 çıxılsın 509. Deməli, 13-dən 9 çıxdıqda 144 ildən sonra Respublika quruluşu meydana gəlmişdir. Respublika quruluşu Romada neçə il davam etmişdir? Bunun üçün isə başlanğıc ili ilə son ili çıxmışdır.